Tarixə diqqətlə baxanda görürsən ki, bəzən ən böyük kəşflər laboratoriyalarda deyil, gündəlik həyatın içində də olur. Bir fincan qəhvə də bunun ən gözəl nümunəsidir. 20-ci əsrin ortaları, dünya müharibənin kölgəsində idi. Amerikan əskərləri Avropada ilk dəfə əsl İtalyan espressosu ilə tanış oldular. Amma bu qəhvə onların öyrəşdiyi dadlardan xeyli sərt idi. Ona görə də espressonun üzərinə isti su əlavə etdilər. Beləcə, təsadüfən Amerikano yarandı. İllər sonra Avstraliya və Yeni Zelandiyada baristalar fərqli bir yol seçdilər. Onlar əvvəl fincana isti su tökdülər, sonra espressonu suyun üzərinə əlavə etdilər. Bu üsul qızılı krema qatını qorudu və daha zəngin aromaya malik Long Black ortaya çıxdı. Maraqlıdır ki, hər iki qəhvə eyni iki ingrediyentdən hazırlanır. Espresso və isti su. Fərqi yaradan isə tərkibi deyil, hazırlanma qaydasıdır. Bəzən tarixdə də, qəhvədə də ən böyük fərq nə etdiyinlə yox, onu necə etdiyinlə ölçülür.